ki, nəsə sualınız olsa, hansısa bir sualla bağlı şey olsa, deyin ikinci dəfə təkrar edin. Deyir ki, birinci sualda deyir ki, blok sxem nəyi hesablayır? Baxıram blok sxemə. Deməli, hər hansısa bir S-ə, K-ya, I-yə bir verir. Bu, bir dəfə K-nın müsbət halını hesablayır, bir dəfə də mənfi halını. Deməli, ilk başlanğıc ədədimiz müsbət olmalıdır, mənfi ola bilməz. Ümumiyyətlə, qəbulda çalışıb belə çıxdaş yolu ilə tez-tez sürətli şəkildə həll edəsiniz. Məsələn, C-nə B getdi. Biri müsbət, biri mənfi olmalıdır. Biri müsbət, biri mənfi olmalıdır. D variantı da getdi. İndi yerdə qal. S-in üzərinə gəlir, i-ni hər dəfə vurur K-ya. S üstə gəlsin, i-ni hesablayır da bir sözünə. Amma i bir dəfə bu müsbət və K bir dəfə müsbət və bir dəfə mənfi olmasına baxır da bizdə başqa heç bir şeyə baxmır. Baxıram. i-nin başlanğıc qiyməti 1-dir, 1 ilə başlamalıdır. Vurma halı yoxdur, axı K sadəcə müsbət və mənfini yoxlayır. Sonra çıxılsın. 1 zaten müsbətdir, mənfi K oldu, i 2 oldu. Deməli, plus 2 olacaq. Mənfiyə vuranda çıxma 2 olacaq. Və cavabımız olacaq B variantı. Növbəti sualımıza baxırıq. Bizdə nəyi soruşur? Sonuncu qlobal şəbəkədə keçdiyimiz düstur. Zaman bərabərdir. Həcmi bölürük nəyə? Sürətə. Düzdür. Həcmimiz 4096-dır. 4096. Kilobaytdır. Kilobaytdan keçirəm nəyə? Bitə. Sonra da megabitdir sürətimiz. 2 megabitdir. Megabitdən də bitə keçəndə vururuq nəyə? 220-yə. Yuxarı elədi 25, aşağı elədi 21. 25-dən də 21-in çıxan neçəsi qalacaq? 204, yəni 16. Ay, sağ ol, 16 saniyə, aferin. Deyir ki, raster qrafikasında iki əməliyyat icra edilmişdir. Görək nə baş verir bu iki əməliyyat icra ediləndə. Rəng palitrası RGB-dən 256 rəngli palitraya dəyişib. Yəni, en neçə imiş, ay millət? 24 idi. Ay, sağ ol. En nə qədər olub sonra? Rəngli palitra deyir. Ay, sağ ol. 8 bit olub. Deyir, piksellərin ümumi sayı 6 dəfə artıb. Mən piksel A vurulsun B-dir də. Burada A vurulsun B. Bilmirəm nədir. Amma burada 6 dəfə artıbsa neyniyəcəm bunu? 6-ya vurur. 6-ya vurur. Gəl bunu ümumiləşdirək. Onda bu belə olur ki, A vurulsun B birinci 24 bit olur. İkinci olacaq A vurulsun B, vurulsun 6, vurulsun 8. Nə verəcək bizə? 48. Ay, sağ ol. 48. 2 dəfə. Bəli, 24-dən 48-ə 2 dəfə artıb. Məncə rahat sual idi. Həm də 2023-ün modelidir. Deyir, S1 xanasındakı düsturu S2, S4 diaprozuna hamısına köçür. Əslində, hər birinə tək-tək köçürə bilərsiniz, amma ehtiyac yoxdur. Çünki bizə lazımdır S4. S1-dən S4-ə gedir. C sütun dəyişmir, amma rəqəm 3% artır. Zaten B-nin qabağında dollar var, dəyişə bilmirəm. 2-nin qabağında heç bir şey yoxdur, deməli dəyişir. Rəqəm 3% artırıram, nə olacaq? 5 vurulsun. A hərf zaten C-dən C-yə getdiyinə görə dəyişmir. 1 olacaq nə? 3% artacaq da. 4 çıxılsın. B4. Bunu da artırdıq. İndi baxıram. Olmayan xananı biz həmişə götürmüşük 0. A4-ün qiyməti 42-dir. B4 də 4-dür. O da bizə verdi -4. Beşinci sual. Suala baxarkən, bu tip suallara baxarkən, baxın, nəyə diqqət edirik? Bu şəklə diqqət edirik. HID-in daxilində, burada da məktəb saytı yazıb. Biz də yadınızdadsa öz saytımızı yaradırdıq. Nə yazacaq bunun daxilində? Titeldən istifadə olunur, düzdür? Və başlıq. Ay, sağ ol. Görürəm ki, deməli, mənim iş deməli, saytımın səhifəsində cədvəl verir. Zaten TH-lardan da görə bilirəm ki, bu cədvəldir, çünki sütunları qeyd. Opşi cədvəli biz nədə verir? Table-da. Və cədvəlin sütunu verib. Biz həmişə birinci sətri yazırıq, sonra sütunu yazırıq. TR də nə idi? Sətr idi. Bitdi. Title, table, TR hansı variantdadır? B variantı. B variantı, bəli. 60 sual maraqlı sualdır.
Deyir ki, avtomatik qurğu girişə 3 rəqəmli ədəd daxil edir. Əla. 1 ilə 2-ni, daha sonra 2 ilə 3-ü toplanır və alınmış ədədlər azalan sıra ilə yazılaraq yeni ədəd. Azalan sırada bilirsiniz də nədir? Yəni çoxdan azalır. Ay sağ ol, böyükdən. Deyir ki, 368-i verilib nümunə olaraq. Deməli, 3 ilə 6-nı toplayıb eləyib 9, 6 ilə 8 toplayıb eləyib 14, amma birinci 14-ü yazıb dediyi kimi, sonra 9 yazıb, düzdür? Əvvəlcə bunu başa düşürəm ki, bu necə yazılıb? Burada bir problemimiz var. Xeyr. Xeyr. İndi mənə deyir ki, bu necə 149 almışam? Ha, deyir, indi 16, 10 almışam. Hətta məndən ən böyük və ən kiçik ədədimi istəyir. Biz də bilirik ki, ən böyük dediyinə görə başlanğıc ədəd 9 ilə başlamalıyım. 9-dan 16 və 10 almalıyam. 10 alsam daha kiçik ədəd olar, amma 16-nı alsam daha böyük ədəd olar da. 9 ilə nəyi toplasam 7. olur? 7. 7'ni. Всё. Bəs 7 ilə nəyi toplasam 10 verər? Əla. Sonra mənə bir də ən kiçik ədədi deyir. Ən kiçik ədədi adətən biz 1 ilə başlayırıq. Əgər alınmırsa sonra keçirdik 2-yə xatırlayırsınız. Baxıram 1. 1-dən 16 alma şansım yoxdur, amma 10 ala bilərəm. Yanına 9 yazsam nə baş verər? 10 aldım. Sonra 9. 7. Ay, sağ ol, 7 yazsam. Sonra da bu ikisinin cəmini soruşduğuna görə cəmi nə qədər eləyəcək? 1170. 1170. A variantı. Bu rahat sualdır zaten. Ona görə fikirləşirəm ki, bir ki, en mövqedən sağa hərəkət edir və hərflər bir-birindən əvəzlənir. Almış sözü. Baxın görüm C-dən G-yə neçə addım gedib? C-dən G-yə K neçədir? Onu axtarıram. 1, 2, 3, 4. K-mız neçə oldu? 4. 4. Deməli, hərflərin hər birini 4 addım aparacağım aşağılar, amma bəlkə mən sonuncu addım hərfi aparım, daha işimi asanlaşdırım, olar? Ben. E hərfin 4 addım aparıram. 1, 2, 3, 4. Sonuncu hərfim İ olacaq. Birinci hərfim var idi. Amma baxıram ki, 2 variant da var. Hətta baxıram ki, bu axırdan ikinci hərfim də yerindədir. Axırdan üçüncü hərfimi tapsam, mənim işim azalar. Yəni, B-ni 4 addım aparacam onda. 1, 2, 3, 4. Deməli, nə oldu? F. A variantı. Bir mətn redaktorunda söz verilib, klavişlər əsasən ardıcıllıqla yazılıb, bir ardıcılıqla istifadə etməklə söz dəyişdirib. Nəticədə alınan sözü tapın. Son hərfin kursor mövqeyi sözün son hərfin sonundadır. Bax, kursor buradadır. Əvvəlcə 4-ü basıb. Bax, keçdi bura, ardınca bura keçdi. Düzdür, 2 dəfə bastı. Hazırda kursorumuz var. Bu pozanı da yazıram, sonra silməkdə canı çıxır. Bilmirəm, niyə bilir. Eyb yox. Üstündən ağ rənglə gedərəm, nə yapaq artıq. Kursorumuz hazırda hardadır uşaqlar? Buradadır. Sonra deyir, bir dəfədə birincini bas. 1, delete. Delete hansı istiqamətdə silir? Bu istiqamətdə yoxsa bu istiqamətdə? Sağa silir. Sağ. Yəni hansı hərf aparacaq? E hərfi. Yeni aparatı. Ay, sağ ol. Sonra 2-ni basırıq. 2 nədir? Bəs page. 2 dəfə bəs page basırıq. Bəs page ilə H-ı siləcək, J-ni siləcək. Düzdür? Burada gedir. Sonra təzədən deyir 4-ü bas. 4 neynədir? R və bu hərfinin qarşısındaydı. Keçdi bura. D ilə R-nın arasını. Sonra deyir 1-i bas. 1-i basanda yenə delete işə düşəcək. R-nı siləcək. Sonra deyir 5-i bas. 5-də D və kursor B-nın arasındadır. Bura bir dənə A hərfi yazacaq. Sonra deyir 3-ü bas. Kursor A ilə B-nin arasına gələcək. Bax, bu ikisinin arasına. Burada da nə yazacaq bizə? 6-nı basır. 6-nı basanda nə yazacaq? B harfi yazacak. Bəli, B hərfi yazacaq. Sonunda 2 dənə B olan. Y variantı. 9-cu sualı biz əslində çox işləmişik. Yəni, zaten say sistemini təkrarlayıb. Bugün məsələlərin təkrarına başlamışıqsa, say sisteminə bunlar çox işlədik. Evə də əlavə tapışıq işlədik. Hər birini 2-nin qüvvətinə gətirirəm. 2 üstü neçə olacaq bu? 18. Nəsə olub, sinir. 2 üstü 18.
18-i 16-lıq say sisteminə göstərəndə 2 üstü 4 yazıram. 4-ü neçəyə vuranda 18 eləyir. 4-ü 4-ə vuranda 16 eləyir. 2 üstü 2 qalır. Yəni 18-dən 16 çıxıram. Bu da eləyir 4 vurulsun 16 üstü 4. Əla. Sonra 2 üstü 8-i gəlib hesablayıram 16-lığa çevirirəm. Yenə 2 üstü 4 yazıram 16-nı alıram. 4-ü 2-yə vuranda elədi 8. Yerdə qaldı. 8-dən bu 8-i çıxanda qaldı 0. O elədi 1 vurulsun 16 üstü 2. Sonuncu olaraq 8 üstü 5-i də 2-nin qüvvət şəklində yazanda nə verirdi bizə gənclər? 5. 2 üstü 15-ə. Onu da 2 üstü 4 kimi yazdım. 4'ü da 15'e ala bilmirəm, amma 3'ə vuranda 12 edir. 2 üstü neçə qaldı? 3. 8 vurulsun 16 üstü 3. Diqqət eləyirik əlimizdə olanlar. 16 üstü 4-ün qiyməti var. 16 üstü 4-ün qiyməti 4. 16 üstü 3-ün qiyməti var 8. 16 üstü 2-nin qiyməti var 1. 16 üstü 1 də yoxdur, 0 da yoxdur. Məndə nə deyir? 16-lıq say sisteminə çevirdim bu yazılışı. Deyir, neçə dənə 0 rəqəm var? Deyirəm 2 dənə. Yəni cavabımız olur D variantı. Bir Saturn mətni daxil edilib. Def-lə gediş edirik. F funksiyadır. Buradan Saturn. Burada gəldi. Saturnu daxil etdi və saydı Saturnu. 2, 4, 6. K oldu 6. İndi K-nın da burada qiymət verir. İ də qiymət alır nə? 0-ı, 1-i, 2-ni, 3-ü, 4-ü, 5-i. Bir əgər i-nin qiyməti birinci 0-dır. Bir böyükdürmü? Bu arada i 0 qiymətində. K bölünsün 2-də. K-nı 2-yə böləndə, yəni 6-nı 2-yə bölən neçə düşür? 3. Şərt doğrudur? Yox. O zaman S-yə keçəcək. S bərabərdir boş sətri idi. S-in üzərinə gələcəm. i üstə gəlsin 1. Bu Saturnu da indeksləyirəm. Biraz daha böyüsəydim daha yaxşı olardı. Da, belə. Necədir? Görə bilirik. Hə. Çünki A-nın A-da yazılıb axı bu. A-da sətr tipindədir də. i-nin üzərinə 1 gəl. 0-ın üzərinə 1 gəlin də 1 eləyəcək. Mənim birinci indeksimdə nə durub? Bax, elə S-in qiyməti oldu A. i aldı sonra 1. Yenə gəlir deyir ki 1 böyükdür 3-dən. Deyirəm ki yox. S-yə düşür. S bərabər. Yenə deyir birinci S-i yaz. Bax, diqqət edirik. Sonra A-nı yazıram. A-nın üzərinə i üstə gəlsin 1-i. İkinci elementi nədir? T. Bilirsiniz də istəyirlər bayan yazır. i alır 2-ni. Yenə deyir şərt doğrudur. Deyirəm ki şərt nədir? Doğru deyil. Yanlış. Ay sağ ol. AT-ni yazıram. Sonra deyir yenə i-nin üzərinə 1 gəl. Bu dəfə də 3-cü elementi götür. Yəni nədir? U. i sonra alır 3-ü. Yenə şərt ödəmir. S olur. A, T, A yazılmışdı. Bir dənə nəyi götürəcək? R-nı. Sonra i olacaq 4. S-in 4 böyükdür də 3-dən. S-in qiyməti olacaq nə? A, T, A, R. Amma bu dəfə gör nəyə gəlir? İ-ni gəlir. Onda i-nin qiyməti nədir? 4-cü elementimiz elə R hərfi idi. Sonra i olacaq 5. Yenə şərt doğrudur. S-in qiyməti bu idi. Bir dənə də 5-i gəlir, n-ı gəlir. Hardadır? Səhv etmirəmsə B variantıdır. Elə gördüm aşıqda. İndi özünüz daha dəqiq baxıb cavaba görə bilərsiniz. Cavabları Necə A-nın yerinə odur da. cavabları səhv işarələyəndə deyin, yaxşı? Baretkamız oldu. Bir dakika gözləyin. Sonra gəlirik bura. Deyir A-dan C-dən keçməməklə C təpəsindən ən qısa məsafəni tap. C-dən keçməməklə deyirsə, neynirdik? C-nin çıxışına qəşəng bir 0 yazırdıq ki, biz C-dən keçməyik. A-dan C-yə getməklə ən qısa məsafə. İndi ən qısa məsafəni özümüz təyin edirik ki, görək hansıdır bu. Bax, baxıram belə 15 eləyir. Bəlkə 15-dən məsələn A, B, C 15 ola bilər. 2, 5. 7, 7 ilə 7, 14. Bunu bax, bura 14 verir. Bura 8 verəcək, bura da 15 verəcək, bura da 10, 15 verəcək. Elə ən qısa məsafə bu yoldur uşaqlar. 14 C variantı.
12 onu alma şansımız yoxdur heç burada. Ən kiçik 15 almışıq. 17 zaten böyükdür. Bu da elə var, rahat sualdır. Deyir ki, kilobaytı, megabaytdan kilobayta keçəndə nəyə bölürdük? Bölürdük nədir? Böyüdən kiçiyə keçirik, vururuq. Evet, düzdür. Bana bu. 1024-ə vurur. Megabayt M50 ilə başlayıb. 1000-ə qədər 1000-in özündə götürməlidir. Əla, şərt, möhtəşəm. Sonra 50-ni 1024-ə vurub kilobayta çevirdi. Əla. Növbəti 100-ü daxil etmək üçün K-nı daxil elədi. Bu da əla. Daha doğrusu, hə, K-nı çap edir burada. Burada bu çapdır, daxil etmədik. Çap edir, əla. 50-ni vurdu, çap elədi. Sonra hə, heç nə. 50-50 artdı da. Görüm, hamısı 50-50 artır. Hə. Bu da yerində. Şu bitdi. Elə doğru variant, ha variant. Heç digərlərinə baxmıyorum. Bunlar elə hamısı oradaymış ki. 13, 11, 12-yə baxdım, hə. Deyir ki, 9 mərtəbəli 4 dənə bina var. Onda mənim neçə dənə mərtəbəm var? 36. Hər mərtəbədə də 5 dənə mənzil var. Nə qədər eləyəcək? 180. İndi 180-i biz neçə bitlə kodlaşdıra bilərik? Özündən sonra gələn kişinin görək. Uşaqlar, biz show dedik ki, sütunların sayı. Dedik ki, əgər eyni sətirdə veribsə, ənddən istifadə edir. Bir sətir yuxarıda, bir sətir aşağıda veribsə, oradan istifadə edir. Bir like, M ə ilə başlayan adi nömrələri. M ə ilə başlayanlar hansılardır? 2, 7. Bitdi. Ulduz da qoyub ki, sonu nə istəyirsən olsun. Or, qiyməti 450-dən böyük olanlar. 3, 470, 420, 650 bitdi. Deməli, 4, 5, 3, 4, 5, 3, 4, 5. Orada birləşmədir. Verəcək 2, 3, 4, 5, 7. 2, 3, 4, 5, 7. 2, 3, 4, 5, 7. A variant. Deyir ki, A ədədidir, B müsbət ədədlər verilmişdir və A-nın B ədədinin rəqəmləri. Deyir ki, məsələn, A-ya verirəm 4, B-yə verirəm 24. Deyir ki, elə ki, bu 24, yəni B-nin rəqəmlərini tək-tək ayır və onları kvadrata yüksəlt, onları cəmlə. Cəmi sonra A-ya böl. Hansı variantda deyir verilir? Baxıram. Bir də burada A ilə B-ni daxil edib, əla. Hesab verib 0, bu cəmləməlidir axı bunu. Əla. Görürsünüz burada nə edib? Rəqəmləri tək-tək ayırıb. Faiz onu tam bölmür. Faiz onu bölüb, kvadrata yüksəlib və toplayıb. Əla. Bura qədər bu B-nin rəqəmlərin cəmini tapdı, kvadrata yüksəltdi. Sonra bizə lazımdır bu rəqəmlərin cəmi nəyə bölsün? A-ya. Baxaq görək, rəqəmlərin cəmi S-də toplanır. S-i bölür A-ya. Belə cavab olacaq A variantı. 16-cı suala baxaq. Algoritm. Əslində bu biz dildə işləmişdik, elə axırıncı mövzularımızda, düzdürmü? Bəli, mənim eləyir diaqram qurmaqla. Ay, sağ ol. Qura bilmişdiniz? Bəli, mənim. Proqram, bu da ki kompüter. Ay uşaqlar. Üçünün kəsişməsi yoxdur. Amma bizə deyir ki, algoritmlə proqram kəsişəndə 231-dir. Bura, bax, bu hissə, bu qara ilə elədiyim hissə 231-dir. Amma nə yazıram? 231 çıxılsın, x, axı ikisi buradadır. Bu tərəfdə 349-dur. 349 çıxılsın x, bu da buradadır. İndi görün mənə nə deyir burada. Mənə deyir ki, bax, bu ikisinin birləşməsindən, bunun kəsişməsinin, yəni bu hissə obşi bizə verib nə qədər? 400. Heç nə, biz tənlik yaza bilərik də. 349 çıx x, üstə gəl x, üstə gəl 231 çıx x bərabərdir nəyə? 420. Baş İstər getdi, x neçə oldu? 160. 160. Bizdən deyil, üçünün kəsişməsini soruşduğuna görə 160-ı saxlayırıq. Əgər məsələn buranı soruşsaydı, mən bura 160 yazacaqdım, 231-dən də 160-ı çıxaracaqdım, sonra yerdə qalanları toplayacaqdıq. Məndən nəyi soruşduğuna diqqət etməliyəm.
Deyir ki, 6 kilobayt olarsa 293 faylın sərt diskin həcmi. 293-ü böləcək nəyə? 6-ya. Neçə klasterə ehtiyacım olsun? Hadi kimsə yemək pişirir. Bu nə idi? Öldüm. Pəncərə nasıl sınacaq? Bilmirəm, ürəyim bulanır. Bu hər tərəfdən yağ iyisi gəlir. Nə? Bəlkə də ürəyim bulanır, qaytarmaq istəyirəm. Nəysə, çocuklar, davam edirik. 16'nın sonu ortadakı x değildi Nasir. Bəli. O kəsişmə nöqtələri var idi hamısı. O verirdi 420. Biz də 231 çıx x yazmışdıq. Sonra da 349 çıx x yazmışdıq. Onların hamısını Bəli. topladıq, bərabər elədik 420, x-i tapdıq. 160. Sonda dediyim mən əlavə bir məlumat idi. O cavaba aidiyyəti yox idi. Dedim ki, əgər fərqli bir şey soruşsa, onu cür edirsiniz. Mən orada yazılı bir algoritm ən sonunda o sorğudan aşağıda üçüncü var. Mən onu başa düşmədim. Məsələn, hara götürülür yəni orada. Hara bu? Bəli. Bu deyir ki, ikisinin birləşməsin. Kəsişdirirəm algoritmlə. Baba, 3 dənə çəkmirik. 3 dənə çəkmirdik. Baba, buranı nəzərdə tutur. Deyir, bu ikisini birləşdirirəm, kəsişdirirəm nə ilə? Algoritmlə. Bəli. Oldu? Yaxşı. 293-ü böldük 6-ya neçə düşdü? Neçə klasterə ehtiyacımız oldu? 49. 49 dənə. Bizdən soruşsaydı klaster nə qədərdir? Götürərdik 49. Amma bizdən nə soruşur? Diskdə tutduğu yeri soruşduğuna görə. 49 da vurursa 6-ya neçə eləyəcək? 294. Dəqiq, da sizə güvənirəm. 18-ə baxıram. Bizə deyir ki, çıxış qiymətimiz 243-dür. Ay uşaqlar, n-in qiyməti 1-dir. Mən bu biri neçə dənə 3-ə vurum ki, gəlim sonda 243 alım? 5 dənə. 5 dənə. Bir dənə də 3-ə vuracam, bir dənə də 3-ə vuracam, bir dənə də 3-ə vuracam, hələ bir dənə də 3-ə vuracam. Deməli, dövrə bir 5 dəfə girəcək, bir də neçə dəfə girəcək? 4 dəfə girək. Ay, sağ ol. Mən hər ikisini tapıram. Burada ən böyük qiymətdir. Biz ikisini də tapaq, elə təkrar eləmiş olaq. S bərabərdir. 5 dənə 5-i toplayanda neçə dənə 5 eləyəcək? 25 dənə. Ay, sağ ol. Amma bu S 25, üstünə 25 gələndə biz artıq dövrdən çıxacaq. Yəni, 46-dan kiçik olmayacaq bu. Ya 46-ya bərabər olacaq, ya da 46-dan böyük olacaq. S neçə olacaq burada? 21. Keçirəm. Bir dəfə də dövrə 4 dəfə gir. Ümumiyyətlə, yanınıza saxlayın. Ən böyük qiyməti axtaranda dövrün sayına bir dəfə azla giririk. Əgər vaxtınıza qənaət etmək istəyirsiniz. S üstə gəlinsin. 4 dənə 5 toplayanda 20 elədir. Amma biz hələ bir dəfə də dövrə girəcək deyil. Hələ də şərtimiz üdüyor, bir problem yox. S elədi neçə? 26. 26. Minimum qiymət 21-dir. Maksimum burada S-in yerinə qoyarıq 25. 25. Amma ən böyük qiymət dediyinə görə burada da 10-a bölü baxı 25 alır. Məsələn, belə 0 olanda 250 eləyir, yəni təzədən 10-a vuranda. Amma ən böyük qiymət dediyinə görə, mən bunu burada 9 da yazsam, onsuz 25. Ay, sağ ol. 25, 10-a böləndə 25 verəcək də tam sizə. On 9-da nə deyir? Bunu zaten biz istifadə edirik. Deyir ki, natural ədədi nəyi hesablayır? Enə verirsiniz 1, 7. 7-ni bölür 2-yə, üstünə 1 gəlir. Neçə eləyəcək? 4. 4. Ay, sağ ol. 7-ni həm 1-ə bölür. Bax, 7-ni eni saxlayır. Həm də 1-i də bölür 2-yə. Deyir, qalıq bunlarda hər ikisində 0-a bərabərdirsə, bunu S-ə əlavə etsin, siyahıya. Sonra təzdən yenə bu n ədədi sizdə dəyişmir, keçir. Təzdən deyir ki, bu 7-ni 2-yə böləndə qalıq 1-ə bərabərsə, bunu da əlavə etsin, sonra onu cəmləsin. Bu
Nəyi hesablayacaq? Yəni bax, əslində biz bura baxanda onun nəyi hesabladığını görə bilirik. N'in tək bölənlərinin cəmi. Ay sağ ol. N'in böləni, zaten burada bölənləri axtarır, düzdür? Amma bu bölənlərin həm də nəyə olub olmadığını axtarır. Tək olanı. Bəli, tək olanlarını axtarır. Hardadır bu cavab? C variantı. C variantı. Bu 20-ci sualda böyük ehtimal əksəriyyətiniz soruşacaqdır. Əslində biz Dimin 20 sınaq kitabını işləməyə başlamışıq. Dimin 20 sınaq kitabında var bunlar. A uşaqlar, deyir A-nın sıfırıncı elementi. A-nın sıfırıncı elementi nədir? A. A-nın sıfırıncı elementi A. Deyir A-nı find axtar B-dən. B-də A-nın indeksini axtar. Deyir gör mənfi 1-dən fərqlidir. B-də axtarıram ha. 0 A-nın elə ilk find axı bizə ilk qarşılaşdığı indeksi verir, düzdür? Bəli. Bəli. B-də A-nın indeksini axtardı. O da oldu nə? 0. 0 fərqlidir mənfi 1-dən. Deyirəm, hə, şərt ödəndi. S bərabərdir. S üstə gəlsin A-nın sıfırıncı elementi. A-nın sıfırıncı elementi də A-dır. Keçirəm bura. Find yenə A-nın birinci elementi. A-nın birinci elementi nədir bizdə? B. Bir B-ni axtar. Baxır blok imtahanı necə düşməyinə Nasir. Siz 20 sınağı sən bilmirəm keçən il işləmisən yoxsa yox. Məsələn biz keçən il mən 10 siniflərin hamısını işlətmişdim 20 sınağı. Axıra qədər, başdan axıra qədər. İndi onu işləyənlər bax müşahidəmə əsasən əyani qruplardakı hansı ki uşaqlar əlavələrə çağırıram onu işləmək üçün gəlirlər. Necə sizə ayrıca gün ayırmışam. Keçənin uşaqları, deməli onu işləyir hardasa 30-35 dəqiqə. Çünki keçən nə qədər olmasa da keçən onun üzərindən gediblər. 30-35 dəqiqə işləyir. Amma məsələn bu il götürdüyüm 11-lər onu işləyir 50 dəqiqəyə. Nə bilim 45 dəqiqəyə. Çox öz üzərində işləyən 35-ə 40-a. Yəni bu sizin mövzuları nə qədər mənimsədiyinizdən asılıdır. Tələbəyə görə fərqli ola bilər. Amma belə blok imtahan, təbii ki, 20 sınaq imtahanları həmişə gözümüzün gördüyü ilk dəfə işləsən, sənə çox çətin gələr. İndi artıq 20 sınaq imtahanı çox görmüşük deyə biz fikirləşirik ki, 20 sınaq imtahanı çox asandır, amma o qədər də asan deyil. Orta deyə bilərik. Davam edirəm. B. A-nın birinci elementi B oldu. Deyir təzədən bunu B-də axtar. Bunu B-də axtaranda ilk qarşılaşdığı find indeksi verir axı. Nə olacaq burada? 1. 1 fərqlidir mənfi 1-dən. Deyirəm, hə, ənddə axı bir tərəf doğrudur. Sonra deyir ki, A-nın birinci elementi. A-nın birinci elementi nədir bizdə zaten? B-dir. Deyir ki, B-ni say S-də. S buydu da, bax burada. S-də gör B-nin sayı 0-a bərabərdir. Doğrudur da, hələ B hərfini əlavə etməmişəm. Bu da düzdür. Onda deyir ki, S bərabər S-in üzərinə gəl, A-nın birinci elementi. Yəni, dırnaqda B-ni. Bilirsiniz ki, bu da olacaq nə? A, B. Sonra təzdən keçirəm bura. Bax, bu şərti də ödədi, yerinə yetir. A-nın ikinci elementi. A-nın ikinci elementi A-dır. Deyir, B-də A-nın indeksini axtar. Bu yenə ilk qarşılaşdığım verdiyinə görə bu yenə 0 verəcək. 0 fərqlidir mənfi 1-dən. Doğrudur burası. İndi bura baxırıq. Deyir A-nın ikinci elementi. A-nın ikinci elementi A-dır. Deyir S-də A-nın sayını say. Gör 0-a bərabərdir. S-də A-nın sayı artıq 1-ə bərabərdir. Bu şərt ödəməlidir. Ona görə bunu yerinə yetirməliyik. Bu da sərbəst operatordur. Çapa verəcək bizdə nəyi? A-nı, A-B-ni. Anlaşa bilirik. Ələt, səsini eşitməmişəm bugün. Salamatçılıqdır. Bax, burada diqqət etsək, bu vurma cədvəlidir. Bax, burada stabil qalmalıdır. Burada stabil qalmalıdır. 1-i 1-ə vurub, sonra 2-ni 2-yə vurub 4 alıb, 2-ni 3-ə vurub 6 alıb. Mən öncə buranı sabitləmək üçün, görürsünüz, A hərfi sabit qalıb. O bir hərflərə keçməyib. A-nı sabitlədim. Amma rəqəm görürsünüz, neynədir? Dəyişə bildim. A2. 2-ni dəyişə bilərəm. Vururam. Bura baxıram.
Burada nə baş verir? Görürsünüz, bu hərf digərini dəyişir. Oldu B. B ilə başlamış. Amma görürsünüz, ancaq birinci sətirdə düşə bilmir aşağı. B, 1. Amma bunu da məhdudiyyət vururum. Cavaba baxıram, haradadır? Bu Y variantında. 22-ci suala baxırsınız, ay uşaqlar. Hər şey yazılıb, çox rahat sualdır. Y'nin qiymətləri verilib. Prosto izahımız biraz uzun çəkdi, bilmirəm niyə. Y'nin qiymətləri verilib. Y 2 artıb, o da yerindədir. Əla. Toplayıb nə etməlidir? Vurmalıdır. Deməli, P bərabərdir. P-ni vururam nəyə? Y plus X'e. Y plus X-ə. Bitdi. Sonra 23-də nə edir? Deyir ki, 5 daxil edib buradan. Bir 5 fərqlidir birdən. Deyirəm, hə, düşdü aşağı. 5-i 2-yə böləndə deyir, qalaq 0-a bərabər. Deyirəm, yox. Bir onda LC-yə keç. N bərabərdir N-i. 5-i vur 3-ə, üstünə 1 gəl. N dəyişməyib baxıb bizim. 5-i 3-ə vurdun. 15, üstünə 1 gəldiniz, neçə elədi? 16. Bu i də bilirsiniz də sərbəst operatordur. Yəni şərtdən asılı olmayaraq həmişə yerinə yetiriləcək. i oldu 1. Sonra n-ə keçirəm. Bir 16 fərqlidir birdən. Deyirəm ki, hə. Bir 16-nı 2-yə böləndə qalıq 0-a bərabərdir. Deyirəm, hə. Deyir, onda n-i böl 2-yə tam hissəsini götür. 8. i yenə işləyəcək sərbəst operatordur. Deyir, 8 fərqlidir birdən. Deyirəm, hə. N olacaq neçə? Tam bölürəm. 4. i nə qədər olacaq? 3. 3. 4 fərqlidir birdən. Yenə deyirik, hə. Yoruldum, beynim getmir, harada qalmışdıq. N oldu 2, oldu 4. 4. Bütün gün dərs keçmişəm, sonra 8-dən günortaya kimi listeydə olmuşam, sonra məşğələ. Bölə bilmirəm artıq. Siz bölün. 1, oldu 5. Şərt doğrudur. Fərqlidir bir-birinə. Evet. Bizə çıxdı. Bizdən Evet. n istədiyinə görə 5, n istəsəydi 1 verəcəkdik. Deyir ki, aid olanları müəyyən edin. Xidməti proqramlara. Xidməti proqramlar hara aid idi? Sistem proqram təminatına aid idi. Düzdür? Bəli. Sistem proqram təminatı 2 yerə bölünürdü. Baza və servis. Bazaya aid əməliyyat sistemi, örtük şəbəkə əməliyyat sistemi. Servisə də aiddir xidməti proqramlar. Servisə aid olanları seçirəm. Əməliyyat sistemi baza hissəsinə aid. Antivirus, sonra driver aiddir. Bu ümumiyyətlə tətbiqi proqramdır. Arxivator da burada. Bu da instrumental proqramlar. Burada bir dənə bəzən çaşıb əməliyyat sistemini götürürlər. Onu götürmək lazımdır. Çünki o baza hissəyə aiddir. Bu da rahat sualdır. Deyir, T12-dir. Qalxdı yuxarı. 12-ni 3-ə böləndə qalıq 0-dan fərqlidir. Millət. Yox. Ben 0-a bərabərdir. Burada deyir 0-dan fərq. Onda LC-yə düşürəm. 12-yə vurdum. Çıxdım təzdən. 12-ni 6-ya böləndə qalıq nə olur? 0. Bu da bizə verəcək 24. Bəli. 26, 27-yə də baxaq. Deyir ki, 3, 4, 2-ni daxil edib. 3, 4, 2. Sonra bunu listə çevirir. Bilirsiniz, siyahıda yazacaq dırnaqda. Sonra sort verəndə də belə bir şey alınacaq. Bax. 2, 3, 4. Düzdür? Əla. İndi nə deyir? X gedib birinci ay uşaqlar 2-ni götürür. Deyir ki, S1 bərabər birinci X-i yaz, sonra S1-i. X-i də boşdur deyən belə bir fərqi yoxdur. 2-ni yazın. S2 bərabər. S2-ni yaz, sonra 2-ni. Amma burada işlər dəyişəcək. X gedib 3 alanda S1 bərabərdir. Deyir, birinci X-i yaz. X yəni 3-ü yazıram. Zaten bu S-ləri toplayanda yan-yana yazırıq. 3 sonra nə yazacaq? S1-in qiyməti nədir ki? S2-də isə fərqlidir. Deyir, birinci S2-ni yaz. S2. S2-nin qiyməti nədir? 2-dir. Sonra ardınca X yaz. Görə bilirsiniz, tuta bilirsiniz nədir? Bəli. S1-də olacaq. Deyir, birinci X-i yaz. Bax, diqqət edir. Yəni 4. Sonra S1 yaz. 3, 2.
Sonra eskidə isə deyir, birinci nəyi yaz? Eskini. Yəni 2, 3 yaz, ardınca dördü. Elə bil ki, biri öz şeyin götürür, biri isə onun nəyin götürür? Tərsin götürür. Sonra da deyir ki, bunları neynə? Cəmlə. Toplu. İntə çevirdiyinə görə cəmləyirdi. Müasir qrupların yaddaş ölçülərinə baxırıq. CD-lər nə qədər olur? 700. HDD-lər nə qədər olur? 1 terabayta çatır. RAM. Bu nəyin ölçüsüdür? FTD-nin, afərin. RAM da 8 GB da ola bilər. Bəli, 16 GB da belə. Gedir də 8-8-lərdir. Bitdi. Elə bilirəm ki, 28-i hamı yaza bilir. Yoxsa mənə elə gəlir. Yoxsa mən elə bilirəm, ay millət. Fikirləşirəm ki, hamı 28-i yaza bilər. Çünki 28 rahatdır. Yenə də gedək yazaq da. Bizim yəqin ki, öz üsulumuzdan yazmısınız, amma mən bunu paylaşacağım deyə ümumi şey yazacağım. Belə, demin verdiyi kimi yazaram yəqin ki. Hamıya açıq paylaşacağım deyə. Gənclər, burada nəyi daxil edirik? Həm X-i daxil edirsiniz, həm də nəyi? Kiçiyəni. Kimsə açıq sualların atmaq istəyirsə, atar. Mən bu günə sabaha cavablayacağım. Yəni, onsuz həmişə kimsə mənə nəyə satırsa, vaxtım olmayanda ümumiyyətlə baxmıram. Olanda da çox diqqətlə baxıram. Yəni, hər şeyinə baxıram ki, adi misalları belə atanda baxıram ki, görüm hansı misalları doğru yazmışsınız. Bəzi misallar olur da, içlərində çətin olur. Baxıramsa, deməli ona mütləq şəkildə çox detallı baxıram. Baxmıramsa, deməli vaxtım yoxdur, baxamıram. Vay uşaqlar yazmır. Nə oldu buna? Görüm bunu necə yazırıq? Bunun ruskası ilə yazıq. Qırmızı olsun, bu ruçkanı da biraz qalındı məncə. Hə, zoom'unkindən istifadə etdiyim baxaq. Həm eyni, həm də ikisi daxil edirəm. Sonra düşürəm aşağı. Aşağılar. Bir dəfə müsbətli, bir dəfə mənfidir. Onda K-ya müsbətlə başlayır deyə nə verək? 1 verməliyik. Ay, sağ ol. Sonra i-yə də verək 1. Bəli. Çünki burada bir dənə gizli 1 var da. S-ə də verək 0. Все. Düşürəm aşağı. Ümumi şərti qururam. Deyirəm ki, nə qədər ki, şərt doğrudur, dövrdə. Hərdən neyniyəcək? Mən elə birbaşa yazıram. Ya, S bərabərdir. S üstə gəlinsin. Bu, normalda bu cür yazma olmaz, amma yazdım. X bölünsün nə? Mörtəzə açıq yazsaydı fərq qəşəng olardı. 2 üstü i çıxaq 1. Olar. 2 üstü. X 2 üstü. i çıxaq. X üstü yazmayım. Bəli, olur. Mən Bölünsün. yerini dəyişdirmişəm. Hə. Bölünsün i yaza bilərəm. Bəli. Все. Başqa bir şeyə ehtiyac var? Görmürəm məncə. Yoxlayam, görməyə də bilərəm. K-nı bir dənə mənfi K eləyirəm. İni də nə edirəm? Neçə artırıram? 2 artırıram. Bitdi. Gəldik bura. Çapa da verdik. Nəyi? S-i. Sadə də dolbu olmadığı isə çox asandır. İndi bunu görüm necə stop eləyəcəyik. Hə, bu burada qaldı da bizim problemli yerimiz. Hə, bu ofş ekranda qaldı. Mən qarşılıqlı sadə olub olmadığını əkab əbobla yaza bilərik. Hə, 2 dənədir. Elə ən rahatı odur qızım. Bəli, mən əbobla yazmışam, ona görə deyirdim. Mən çıxa bilmirəm uşaqlar bir dəqiqə.
Aynen onunla da olar. Bir problemi yoxdur. Çıxmaq istəyirəm, buradan çıxa bilmirəm, evet. Hə, все. Ay, neyse, başını buraxın. Hə, oldu desin. 2 ədədi sadə olub olmadığını tapmaq üçün. Bunda yazıram burayla. Görün bu indi işləyəcək. O birisinin proqramizin özünü yazacağım da. Bunu çox işləmişik deyə vaxt itirmək istəmirəm. Input 2 ədədi daxil etdik. B-ni də daxil edirik. Bunu bu həftə o qədər işləmişik ki, ona görə belə tez-tez yazıram gedir. Deyirəm ki, heç nələrmi nə olar. Deyirəm ki, fərqlidir bir-birindən. Deyir, hə. Deyirəm, əgər A böyükdürsə B-dən, əbobla yazıram da. A bərabər də çıxılsın B. Əks halda B bərabərdir B çıxılsın A. Sonra da keçirəm. Burada da şərt verirəm. Deyirəm, əgər A bərabərdirsə 1-ə, printdə yazın ki, yes. Əks halda printdə nə yazırsınız? No. Necə fizika dərsinə gedənlər olmadı burada? Həmişə sadə onda yazırdınız. Sonuncuya da baxaq. Deyir ki, daxil edilən sözü boşluq qoymaqla. Nə gözəl, sevindim. Bu aralar mənim dərsimi fizikaya görə gəlməyənlər olur, pis olurdu. Mən də kəndimi dəyərli hiss elədim. Uşaqlar elə bilir 150 baldır, fizikadan 10 dənə, 15 dənə müəllim yanına geçsələr, qan eləyəcəklər. Evet. Deməli, deyir ki, bir dənə bunu başa düşək. Deyir ki, A bərabərdir input. Aşağıda biz inputla sözləri zaten daxil edə bilirik. Məsələn, printdə yazanda ki, A, bir dənə başa düşə-düşə qeyd edim ki, məsələn, hər söz yazmıram, belə yazıram. Çıxışda verəndə bunu bu cürdə çıxışa verəcək. Yəni, STR kimi çıxışa verəcək. Amma mən bir dənə bura split əlavə etsəm, avtomatik olaraq nə olacaq? Daxil etdiyim sözlər, məsələn, A-nı daxil edirəm, burada daxil edirəm, A-nı verirəm, yenə daxil edirəm A-nı. Daxil etdiyim hər bir nəyə çevrilir? Siyahıya. Siyahıya çevirəndən sonra işim asandır. Siyahıya müraciət formamız var idi. Bir dənə buradan S-ə verirəm 0. Bu mənə lazım olacaq sonra. For I in A. So, biz bunu saymaq istəyirik. Saymaq üçün hansı funksiyadan istifadə edirdik? Kontdan. Kontdan. So, başqa heç bir şeylə. I getdi, məsələn, o A-nı götürdü. İndi onu saymalıdır. Yazıram ki, nə? Yəni, B bərabərdir. B bərabərdir. İdə, A idədir axı. İdə saysın nəyi? A hərfləri. A hərfləri. Su saydı. Əgər bizə desəydi ki, bu sayların, bax, ən böyük say şeylə, o rahat idi. Mən də burada deyəcəm ki, B böyükdürsə S-dən, B bərabər olsun, deməli, S bərabər olsun B-yə. Bitdi. Sən burada printdə S-i versəydim, o sayı çap edəcəkdi. Amma məndən bunu istəmir, təəssüflər olsun ki. Biz belə bir şey işləmişdik bu aralar. Məsələn, yazıram salam, alma, nə bilim, A, 4 dənə. Ən çox A hərfi olan bu oldu, düzdür? Onu verdim. Amma məndən deyir ki, sözü versin. Mən bu sözü verməsi üçün mənə bir dənə də for lazımdır. Yazıram ki, for J in A. Yesin göstər. Bir ki, S-də tapmışıq axı. Ən çox sayı olanı tapmışıq 4. Burada onu elə yazıram ki, hansı sözün sayı bərabərdir? Deyirəm, əgər J-də axtarır da bu dəfə sayı. Kont nəyə axtardı? An, bir də yesin. Tək-tək müraciət etsin. Hansının sayı bərabərdirsə 4-ə. Yəni, bu sözlərdən hansınsa sayı bərabər olacaq da 4-ə. Həmin sözü də çap eləsin. Baxın. Ran eləyirəm. Yazıram salam. A. Nə bilim, bir dənə də belə, bir dənə də. Ən çox olan 4 dənə ad. Mənim ora mütləqdir ki, hər hansısa bir say yazaq, yəni rəqəm.
Ay, üzr istəyirəm. Mən bura 4-ü səhv yazdım. Orada çıxdı deyən 4 yazdım. Bu S yazmalıyıq. Yox. Mən bir dəqiqə, bir dəqiqə. Sayı S-ə bərabər eləmişəm axı. Hı Rəqəm -hı. yaza bilmərəm mən. Ha, nə bilirəm ki 4 dənədir. Bax. Çoxlu A yazdım. A. Mən onu bilə bilmərəm axı. Mənim daxil etdiyim istifadəçi nə qədər söz daxil edir. Sayı. Hə, yox, sayı bayaq S-ə mənimsətmişdik axı. Prosta oradan şey qaldı. Oldu. Bəli. Sadə, rahat. Sualımız var buna bağlı. Xeyr, aydın. Oldu. Yəni bunu stop edeyim. Aferin çocuklarıma.